Salam, ümidvaram ki, yaxşısan. Bugün fast food kimi verilən psixoloji videolardan danışmaq istəyirəm. Nədir fast food kimi? Necə ki, fast food tez bazardır və insanları tez doyuzdurur və dopamini də tez bir zamanda qaldırır. Eynilə bu şəkildə bir çox psixoloji videolar var ki, reelslər daha doğrusu, həmən anda verilir və bir növ fonun səsi, görüntüsü, videonun estetik şəkli insanlara cəlb eləyir, amma insanlar oradan heç nə ala bilmirlər. Sadəcə vizual şəkildə baxırlar, vizual olaraq kəşfiyyata düşür, baxırlar və keçirlər. Amma artıq son vaxtlarda nəyi müşahidə edirəm? Ümumiyyətlə insanların səbri belə çatmır baxmağa. Yəni bu fast food kimi olan videolar bəzən doğrudan da qəbul eləyirlər, bəzən isə ümumiyyətlə qəbul edə bilmirlər və bu çox normaldır. Özüm belə artıq bəzən səbrim çatmır baxmağa. Çünki nəyə görə? Bax, paylaşırlar. Özgüvən əksikliyinin 3 səbəbi və yaxud da bu özgüvən əksikliyindən çıxmağın 5 yolu. İnandırım ki, sizi nə o səbəbləri, nə də o yolları dinləyən videonu dayandırıb, davay gedim bu videoda danışılan yolların birini eləyim demirlər. Yəni eləmirlər də həqiqətən də. Ya o video kayda alınır, illərlə kayda qalır, heç bir xeyri olmur və yaxud da ümumiyyətlə keçilir də, yəni o videoya baxılmır. Ötəri baxılır, heç mənasına da uymur. Bu o demək deyil, danışan yaxşı danışmır. Baxıram, kontent maraqlıdır, danışan yaxşı çıxış eləyib, mövzu maraqlıdır, lazımı nöqtələrə də vurğu eləyib. Hətta o yolların içində doğrudan da lazımlı şeylər var. İnsan eləsə həqiqətən də özünə faydalı nələrsə tapacaq, amma ki, mən də daxil olmaqla eləmirik, yəni heç kəs onu eləmir. Və bir də bilirsiniz nə var? İnsana yapışmır ən əsası. Bu şeylərin heç biri yapışmır. Bilirsən ki, faydalıdır, amma yapışmır. İstənilmədən verilən öyüd nəsihətləri olur. Bilirsən ki, doğrudan öyüd nəsihət verən insan sənə lazımlı şeyləri danışır da, sənə faydalı nələrsə deyir, amma yapışmır da, insan onu eləmək istəmir. Bunu da çoxdan düşünürdüm ki, özüm də daxil olmağa, nəyə görə artıq hətta mövzunun temasını bildiyim halda baxa bilmirəm. Doğrudan da baxa bilmirəm. Çünki bir qıcıqlıq yaradır da insanda. Səbəbi nə idi? Sonradan anladım. Danışan şəxslər bir rəhbər fonunda çıxış eləyirlər. Sən bunu eləməlisən, filan hərəkəti etməlisən, bu formada istəməlisən, kainata atıram məsələn, istəyini bu formada yönləndirməlisən, özünü bu şəkildə ən yaxşı versiyasına çatdıra bilərsən və s. Bir növ həm mükəmməliyyətçiliyi sətr altı aşılayırlar. Eyni zamanda da dayanma, nələrsə elə şəklində aşılayırlar. Beyin istər-istəməz dincəlmir və zaten o reelslərə də ona görə girir ki, o qədər beyində olub ki də, o dolu olan başını bir növ reelslərlə boşaltmağa, dırnaq içində çalışır. Və eyni zamanda da insan qarşısına belə bir reels çıxanda ki, davay bu hərəkəti elə. Ondan adama deyirsən, nə deyirsən kimi gəlir. Və yaxud da hər hansısa bir problemdən danışanda, bir şey adam deyir ki, ayda hə, məndə də bu var, hə, məndə də o var imiş. Demək ki, mən beləyəm. Ya da indi təzə çıxıb, yəni qulaq bu şeyləri doğrudan da eşidib ki, danışan şəxslər, psixoloqlar olsun, yaşam koçları olsun və s. bunu deyirlər. Sənin əgər başın daşdan daşa dəysəydi, sən onda anlayardın və hərəkətə keçərdin. Sənin başın hələ daşdan daşa dəyməyib ki, sən hələ belə, yəni dırnaq içində desəm, hələ keyf edirsən də, hələ vaxtını keçirirsən bir sözlə. Yəni bu şəkildə danışan şəxsləri görmüşəm. Halbuki söhbət insanın başına daşdan daşa dəyməyi deyil. Söhbət odur ki, insanlar doğrudan da yorulub. Çox yorulub. Və bu reelslərdə bir növ bu həyat yorğunçuluğun içindən qaçma formasına çevrilib. İstər-istəməz zaten reelslərin verdiyi qısa müddətli bir dopamin var. Və o qədər həzz almırlar ki, artıq yaşamaqdan. Və bu həzzi başqa nələrsə də axtarırlar. Ya istər bu gülməli videolar olsun, istər faydalı videolar olsun. Bir də bu tayfa var ki, daima nələrsə öyrənməyə çalışırlar. Daima reels fırladırlar ki, kainata, həyata, motivasiyaya, nə bilim, spirituallığa aid hər şey bilsinlər və yaxud da narsizmə aid hər şey bilsinlər. Yəni bir sözlə dolu başın üstünə biraz da yığırlar. Yəni olur orada kaşa-maşa. Hələ bir də yetəri qədər istəmirsən deyənlər var, tayfa var.
Sən yetəri qədər istəsəydin, nələrsə əldə edərdin. Özün üçün hansı addımları atardın. Adımı atmırsansa, demək ki, istəmirsən. Və mən əksər hallarda nəyi görmüşəm? İnsanlar istəmir deyə yox, istəyirlər, amma doludular. Çaş ki, bizim beynimizin də bir böyrəyi olardı. Necə ki, bədənimizin böyrəyi var, o filtr rolunu oynayır. Yəni, bizim heç ruhumuz da doymur da, səssiz, səmirsiz, qəşəng bədənimizdəki toksinləri, lazımsızları yediklərimizin, içdiklərimizdən qəşəng filtrləyir, atır. Düzdür? Amma beyin belə deyil. Yəni, beynin səssiz çalışan bir yuxudan başqa bir filtri yoxdur ki, o da hələm-hələm tam şəkildə filtr olunmur ki, dolu beyin hər cürə formada yuxular görür. Bu dolu beyindən isə gəlirlər ki, davayı istəyi, sən istəsən eləyərsən. Axı bu insan doludur, bu insan emosional şəkildə dolub daşır. İnsanların əksəriyyəti bu fərqində olmamaq deyil, əslində daha çox. İndiki vaxtda isə hər şey bilib də yenə də daha çox fərqindəliklə əlaqədardır. Bu, mən hətta bir yazı oxumuşdum, deyir ki, əvvəl bilmirdim, daha xoşbəxt idim, indi bilirəm, o bildiklərim mənə acı verirdi. Və informasiyalar o qədər çoxdur ki, o qədər boldur. İnsanlar hər şey, ayda körpə, uşaq belə elə bir şey danışır ki, donub qalırsan ki, bu heç mənim ağlıma gəlməmişdi. İnsanların artıq zehni səviyyələri çox yüksəkdir. Sadəcə olaraq doludular. Keçmişdə insanlar bu qədər, hətta deyərəm, dərindən düşünmürdülər. Amma indi çox dərindən düşünürlər. Və ona görə də çox yığılır və biz beynimizi filtr eləmirik. İnsanların ümumiyyətlə 99% deyərəm ki, filtr eləmir, yəni boşaltmır beynini. Nə eləyirlər? Ya öz-özlərinə danışırlar problemləri, xüsusən də ev qadınları, ya da ki, bu dediyim kimi reysləri davamlı şəkildə izləyirlər. Ya da özlərinə ehtiyacı olmadığı bir mövzudan gedirlər, marafona qoşulurlar. Hansı ki, baxıram ki, doğrudan marafona qoşulan insanın ehtiyacı o deyil. Vallahi ehtiyacı o deyil. Yəni, təsəvvür elə, sən susamsan, yəni çox sənin bədənini qidalamağın üçün su lazımdır da, su. Sadəcə su. Amma marafonlar, reyslər, bəzi kurslar sənə çox gözəl bir meyvə şirəsini elə formada bəzib düzüyüb sənin qarşına qoyurlar ki, o meyvə şirəsinin gözəlliyinə aldanıb suyu içmirsən və deyirsən, nə, bir dəqiqə, mənə bu meyvə şirəsi lazımdır. Mən bunu içim, mənim problemim həll olacaq. Amma adi elementar bir şey biz gözdən qaçırırıq. Və özünüzdə bir dəfə fikir verin. Özünüzdə bir dənə bir müddətlik reels izləməni qadağa qoyun, görün necə olacaq. Beyin dolmuş halda belə, elə biləcəksiniz ki, beyin dolub. Yəni, hər şey sanki üst-üstə gəlir. Halbuki zaten elədir. Eyni zamanda 50 dənə fikrə düşəcəksiniz. Və bu fikirlər dövr eləməyə başlayacaq. Daimi şəkildə. Sən elə bil ki, beynindəki o fikirləri dövr eləyədiyini bildiyin halda deyirsən ki, yox, mən o fikirləri qoy dövr eləməsin, qoy reyslərim dövr eləsin. Nəticə isə eyni olur və daha da pis olur. İnsanın öz-özü ilə qalmağı çox çətin olduğuna görə bir növ bunlara sığınır. Və dübarədə bu psixoloji fonda olan videolarda insana daha çox qıcıq verməyə başlayır ki, mən əksər hallarda ətrafımda da görmüşəm ki, izləmək istəmirlər. Deyirlər ki, elə bir adama ağıl verir, mən bunları bilirəm də. Həqiqətən də görürəm ki, əksəriyyəti ağıl vermə fonunda çıxış edir. Baxırsan ki, o deyil də, yəni həqiqətən o deyil. Baxırsan, bir ofisdədilər, hansı ki, bu kiraya alınan ofis nəzərdə tuturam ki, sırf videolar çəkməkdən ötürü olan görünümü nəzərdə tuturam. Sadəcə hansısa bir mövzu barədə danışırlar, sırf o kontentdə və çox gözəl geyimdə. Baxırsan ki, bəli, bu bir növ professionalca nələrinsə izaha daha okeydir, başa düşüləndir. Burada bir qeyri bir şey yoxdur, mənfi bir şey yoxdur. Sadəcə olaraq o adi o danışana baxanda deyirsən, axı, bu deyil. O deyil də, neynəsən də adama yapışmır. Amma adi bir mətbəxində yemək bişirə, nələrsə danışan insan daha gündəlik, daha sən kimi, daha sənə uyğun, daha həyatdan, daha real olan bir videonu görəndə daha çox adama həqiqətən oturur. Bu insan saxta bir imaj yaratmır da, yəni sırf reelsin kəşf edə düşsün deyə bir format deyil də
Çox gündəlik şəkildə öz ifadələrini deyir. Və eyni zamanda sırf görünüşdən də əlavə qurulan cümlələrin də çox əhəmiyyəti olur. Görürsən adi mətbəxdə yemək bişirə-bişirə danışan insan o qədər təcrübədən keçirib və bunu içsəlləşdirib, həll edib o şəkildə danışır. Adama daha çox hə doğrudan nə ayda olursan. Amma o ki qaldı, qabağında iri bir mikrofon, arxada mavi, qırmızılı işıqlar daimi yanıb sönən. Bu tipli videolarda isə daha çox bilirsən necə olur? Elə bir ki, kitabı qoyub qabağına bir oxuyub əzbərləyib, sonra qatlayıb ki, "Vəsə, mən əzbərlədim, dava gedirəm danışmağa." Hər iki kontent də maraqlıdır, amma əgər orada danışılan insan özüdürsə, yəni hər hansı bir obraza girməyib də, doğrudan da özü kimi danışırsa. İndi qayıdım bu istəmə halına ki, hansı ki deyirlər, sən yetərə qədər istəmirsən, ona görə səndə sənin başına hər hansısa mənfiliklər gəlir və yaxud da müsbət nələrsə gəlmir. İstəsəydin olardı. Və yaxud da istəmirsən deyə özünə aid müsbət addımları atmırsan. Nələri faydalı hər hansı bir şey etmirsən. İstəmirsən deyə belədir. İstəsəydin eləyərdin. Söhbət istəməmə halı deyil, söhbət insanların doğrudan da mənəvi yorğunçuluqlarıdır. Mən şəhərə çıxanda, insanları görəndə gözümdə belə bir şey canlanır. Belə bir ki, hamının yekə-yekə başı var. Bir dənə təsəvvür edin ki, siz 28 maydasınız, insanlar gəzir və hamının başları çox yekədir. Belə şar kimi şişib nə boydadır. Və o yekə başı daşıyırlar. Həqiqətən biz o görünməz, amma yekə başlarımızı daşıyırıq ki, dolub, beynimiz çox dolub. Və o doluluğun içində artıq anlaya da bilmirik ki, biz nə istəyirik. Vəbşə bizə nə lazımdır? İnsan nə istədiyini bilməyəndə lazımsız şeyləri sürətlə eləməyə çalışır. Və bunu müşahidə etmişəm. Nə istədiyini bilməyən insanlarda əksəriyyətində olur. Çünki onların beyni çox doludur. Çox dolu olduğuna görə əslində həm də lazımsız şeyləri sürətlə eləyirlər. Yəni lazımsız fonda sürətlə eləyirlər. Məsələn, sürətli şəkildə uşağı yedizdirmək, sanki harasa qaçırlar da, yəni çatmağa çalışırlar. Sürətli şəkildə qab yumaq, sürətli şəkildə danışmaq və yaxud da eyni şeyi dəfələrlə danışmaq. Elə bir ki, bir o ev siçanları deyirlər, bir heyvan var, yumru şeyin içində qaçır. Adını da unuttum. Yəni bir ki, o döngüyə girirlər də. Çünki beyin doludur, beyin boşalmayıb. İnsanların əksəriyyəti budur. Hətta seansa gələndə də mən görürəm ki, sırf danışmaqdan, içlərini boşaltmaqdan ötürü gəlirlər. Və gündəlik həyatda isə bunu hər gün eləyə bilmir. Hər gün informasiyaya məruz qalan beyin hər gündə filtr etməlidir. Amma bunu eləyə bilmir. Çünki vaxt azdır, işlər çoxdur. Eyni zamanda sən özünə də çatmalısan, eyni zamanda ətrafındakı yaxınlarına da çatmalısan. Ailə, uşaq, yoldaş, iş yoldaşı, müdür, qohum, ev işləri və s. Yəni bunların hamısına eyni bir gün içində dəfələrlə çatmağa çalışıb, sonra başını yastığa qoyanda o yenə o yekə başla sən yastığa qoyursan, yenə o dolu şəkildə olur. Yaxşı, bəs nə tövsiyə eləyirəm? İndi bu şey oldu, 3 addımda yol. Həqiqətən bu dediklərim indi bircə dənə yol deyəcəm. 3 addım, 5 addım yox. Tək bircə dənə yol deyəcəm. Əgər çalışa bilirsinizsə, telefonuna necə ki, mən səsimi yazıram, elə səs yazmanı açın və danışın. İnsan öz-özü ilə danışmazdan bu səs yazıb danışmağın arasında çox fərq var. Çünki hələm seansa qoşulmaq olmur, ya bəzən yaşam koçlarının, ya psixologların seansları da ola bilər və yaxud da ümumiyyətlə imkan olmaya bilər. Və bir də ən lazımı olan bir şey, əgər sənin ehtiyacın sənin içini boşaltmaqdırsa, sən oturub davamlı şəkildə kitablar oxuyub, psixoloji kitablar oxuyub, psixoloji videolara baxıb, psixoloji reelslərə baxıb, bu səndə heç nəyi həll eləməyəcək. Çünki sənin problemin orada yazılmaya baxı. Orada bir problemin ehtimallarıdır ki, nələrdən qaynaqlana bilər. Amma axı səndən bir danışılmaya baxı. Ona görə nəyi tövsiyə edirəm? Səs yazmanı aç. O səsli olmasa da beyində öz-özünə danışırsan, onu səsli şəkildə səs yazmanı et. 10 dəqiqə, 15 dəqiqə, inandırım ki, 5 dəqiqəlikdə açıb danışmağa başlasan, görəcəksən ki, 15 dəqiqədən çox danışırsan. Çünki insan buna ehtiyacı var. Danışmağa ehtiyacı var. Demirəm, o bizim beynimizin
böyrəyi yoxdur. Biz o filtri özümüz eləməliyik. Məcburuq bunu eləməyə. Bir növ məcburuq, yoxsa o yekə başına elə şiş halda gəzəcəyik. Sonra da birdən riskə əsəbləşmələr, çaxnaşmalar falan olacaq. Açırsan səs yazmanı danışırsan. Bunun fərqi nədir? Adi insanın öz-özü ilə beynində ya da öz-özü ilə danışmanın arasında fərq var. Yəni fərq odur ki, sən öz-özünlə danışanda əgər səs yazmanı açmasan, yəni qabıya ya özünlə danışırsan, bu deyinmək olur və sanki sən daxili dövrəyə girirsən. Eyni şeyi dəfələrlə təkrar edirsən, amma eyni şeyi. O mənə bunu dedi, mən də onu dedim. O gərək falan vaxtda belə deyərdim, falan vaxtda hərəkət eləyərdim. Buna bax mən belə güldüm, gərək gülməzdim, ya ciddi olardım. Və yaxud da dünən gərək mən planı icra eləyərdim. Falan yerə gedərdim, getmədim. O qədər beyin dayanmır ki, onu eləyərdim. Ya eləyə bilmədiklərinə görə, ya da elədiklərinə görə. Amma səs açıb danışanda sən o vıdı o deyirsən, vıdı belə deyil də, sanki kimisə səni dinləyirmiş kimi danışırsan və onda da lazımlı yerləri özündən xəbərin olmadan özünə deyirsən. Çünki sanki görünməz bir şahid var, səni dinləyir. Və beyindəki olan o tıxanmışlıq, dağınıq, dumanlı düşüncələr daha asanlaşır, daha başa düşülən olur. Yəni bu qədər. Yəni sadəcə onu demək istəyirəm ki, səni yorursa, həqiqətən bir çox şeylər yorursa, üstünə gəlirsə, hətta videolar belə yorursa, aç səsini öz-özünə danış. Əvvəl deyirdim ki, yaz. Əvvəl insanlara çox vaxt yazmağı tövsiyə edirdim. Seanslarda da artıq neçə insan mənə dedi ki, yox, mənim yazmağa səbrim çatmır. Mən qələm götürürüm, dəftər alım, yazım. Sonra dəftəri kimsə tutsa, sonra nə bilim nə olsa. Okey, onu da eləmirsən, heç olmasa danış. Səs aç, danış, sonra o səsi və özün qulaq as. Onda da nələrsə aydın olacaq sənə. Həqiqətən də. O mənasız dövr eləməkdən çıxacaqsan. Və sənə lazım olan nələrisə görəcəksən. Və insan bilirsən nə vaxt beyni filtr olur, rahatlayır. Görə bilmədiyi nə isə görəndə rahatlayır. Özünü anlayanda rahatlayır. Anlamır deyə dı eləyir də. Anlayanda rahatlayır. Həqiqətən də o bəzi videolardakı o rəhbər kimi çıxış eləyəndə deyil. Sən öz-özünlə danışanda rəhbərlik edirsən yenə özünə. Deyirsən ki, bunu eləsəydin onu olardı, onu desəydin bunu eləyərdin. Rəhbərlik eləyirsən öz-özünə. Hansı ki, yaxşı rəhbər deyil də, yəni bu. Amma arada öz səsini yazanda bir müddətdən sonra görəcəksən ki, yox, sən rəhbər artıq modundan çıxmısan. Rəhbər modundan çıxmısan, sən bir növ çox yaxın birinə dərdini danışırmış kimi olursan. Və dərdini danışanda da özünə həqiqətən də həll tapırsan. Əgər sən seansa qoşulmaq imkanın yoxdursa, davamlı alıb kitablar oxuyursansa, reis fırlayırsansa, istəyir gülməli video olsun, istəyir psixoloji video olsun, istəyir hər hansısa bir şey olsun, eləmə bunları. Qoy o beynin dolluğu bir səngisin ki, sən sonra anlayasan ki, sən nə istəyirsən. O vaxt ancaq sən həqiqətən də o deyirləri istəməmək halı deyil, enerjin yoxdur sənin. Beynin doludur, sənin enerjin yoxdur. Sənin enerjin olsa nəsə eləyərsən. Bir enerji bu dediyim özün üçün enerjini yığmağındır. Qoy bir özünə bir enerji yığ, qoy bir toparlan, qoy bir dincəl. Sonra başlayacaqsan sən həvəsin də olacaq, keyfin də olacaq, istəyin də olacaq. Plus da asanlaşacaq. Sən nə istəyirsən, nə qədər istəyirsən və necə əldə edə bilərsən. Bu qədər. İzlədiyin üçün çox sağ ol.